Təsəvvür edin ki, yəni hamı hələ orta məktəbdə oxuyarkən siz artıq universiteti fərqlənmə diplomu ilə bitirirsiniz. Bax, bugünkü ətraflı təhlilimizdə düz bu hissi yaşayırıq. Bizim missiyamız, belə deyək, əlimizdəki idman mənbələrinə əsaslanıb, Barselonanın Osasuna üzərindəki 2-1 hesablı qələbəsini müzakirə etməkdir. Amma bu heç də sıradan bir maç deyildi. Düzdür, heç də sıradan deyildi. Yəni, bu oyunda çox fərqli bir tarix yazıldı əslində. Bəli, söhbət Pedri'dən gedir. Onun hələ çox gənc yaşında Barselona forması ilə düz 200-cü dəfə start heyətində meydana çıxması əsl dönüş nöqtəsidir. Bu rəqəmin özü komanda daxilindəki dinamikanı tamamilə fərqli bir rakursdan göstərir. Bilirsən, Pedri bu tarixi göstəriciyə düz 23 yaş, 159 günlüyünə çatıb və bununla da klub tarixində start heyətində 200 oyun keçirən ən gənc futbolçu kimi mütləq rekordu yeniləyib. Tamamilə. Ana bax, burada mən biraz skeptik yanaşmaq istəyirəm məsələyə. 200 maç inanılmazdı, əla. Amma bəlkə də Pedri'yə sadəcə olaraq indiki Barselona'nın heyətində başqa alternativi olmadığı üçün bu qədər şans verilir. Hə, yəni ehtiyat oyuncular skamyasının qısa olması mənasında deyirsən? Dəqiq. Yəni Xavi və Iniesta'nın qızıl dövründəki kimi dərin, zəngin heyət indi yoxdur axı. Bəlkə bu əslində elə sadəcə məcburiyyətdən irəli gəlir. Yox, bu çox yerində yanaşmadı təbii ki, amma müasir futbolun tələblərinə baxanda bu fərziyyə özünü tam doğrultmur. İndiki dövrdə oyunların intensivliyi, o yüksək pressing və fiziki yük 10 və ya 15 il əvvəlki ilə heç müqayisə belə oluna bilməz. Çox ağırdı bu yük. Hə, temp xeyli yüksəlib. Bəli. Və hər 3 gündən bir start heyətində meydana çıxmaq, məşqçinin sadəcə sənə ehtiyacı olması demək deyil, bu sənin həm o ağır fiziki yükü qaldıra biləcəyinə, həm də psixoloji olaraq o nəhəng təzyiqdən uzaq çıxa biləcəyinə olan mütləq güvəndir. Aydındır. Bu arqument məni inandırır əslində. Çünki onun reallıqda kimləri taxtından saldığına baxanda vəziyyət daha da ciddiləşir. O sadəcə hər hansı bir futbolçunu yox, yəni dünya futbolunun ən böyük əfsanələrindən birini geridə qoyub. Lionel Messini nəzərdə tutursan, düzdür? Bəli, məhz Messini. Təsəvvür edin, Messi bu 200 oyunluq rəqəmə 23 yaş, 227 günlüyündə çatmışdı. Üstəlik, Pedri təkcə Messini deyil, mərkəz xəttinin əfsanəsi Xavinin də adını geridə qoyub. Bu, yəni, həqiqətən dəhşətli bir faktdır. Məhz o böyük adlarla eyni mənzərədə çəkilmək Pedrinin boynuna götürdüyü yükün nə qədər unikal olduğunu göstərir. Əgər biz onu bu mövsümkü statistikasına baxsaq, hər şey aydın olar. Yəni, o, La Ligada 26 maçda 2 gol və 8 məhsuldar ötürməklə yadda qalıb, bu, o dediyimiz ağır yükün real nəticəsidir. Bu 8 məhsuldar ötürmə mənə bir şeyi çox aydın göstərir. O komandanın, belə deyək, əsas memarıdır, yaxud da gözə görünməz qəhrəmanıdır. Dəqiq elədir. Yəni o, meydana sadəcə say doldurmaq üçün çıxmır. O, birbaşa komandanın beyni funksiyasını yerinə yetirir, bütün hücumları arxadan dizayn edir. Bax, bu da bizi yenidən elə Xavi müqayisəsinə gətirib çıxarır. Yəni, sən həm komandanın əsas oyun qurucusu olub, mərkəzdəki bütün yükü çəkməlisən, həm də rəqib hücumlarının qarşısının alınmasında fəal iştirak etməlisən. Onun niyə həmişə ilk 11-likdə olduğunu bu mövsümki fəallığı çox gözəl izah edir. Yüksək intellekt və böyük dözümlülük eyni bədəndə cəmləşib sanki. Bilirsən, bu hekayədə bizi dinləyənlər üçün də əla bir həyat nümunəsi var. Çünki istedad bir anlıq partlayışla səni parlada bilər. Bəli. Parlayıb sönənlər idmanda çox olub. Elədir, amma 200 dəfə dünyanın ən tələbkar səhnəsinə əsas sima kimi çıxmaq tamamilə başqa bir səviyyədir. Bütün bunlar sizin üçün niyə maraqlı olmalıdır sualının cavabı da buradadır. Çünki bu, ardıcıl peşəkarlığın və dəmirdən iradənin nəticəsidir. Tamamilə razıyam sənlə. Təkcə idmanda yox, yəni hər hansı bir sahədə belə stabil bir qrafik cızmaq çox nadir tapıntı hesab olunur. Gənli yaşda əldə edilən bu cür qalıcı uğurun arxasında həmişə kənardan görünməyən nəhəng bir iş etikası dayanır. Məni həyəcanlandıran və eyni zamanda da düşündürən məqam da elə budur. Əgər bir oyunçu hələ 23 yaşında Messinin və Xavinin o sarsılmaz görünən davamlılıq rekordlarını qıra bilirsə, bir düşünün,
Görəsən, o, karyerasının sonuna və pik nöqtəsinə çatanda bizi hansı ağlasığmaz, toxunulmaz rəqəmlər gözləyir? Bu, həqiqətən də üzərində dərin düşünməyə dəyər bir sualdır. Hələlik isə bugünkü ətraflı təhlilimizdən bu qədər.